Deməli, Raduqa qrupunun açıq məşğələsində olduq bugün. Məşğələdə iştirak edən uşaqların ən birinci fəallığı mənim diqqətimi çox çəkdi. Yəni, buna hansısa bir pedaqoq, psixoloq baxsa, bu biləcək ki, bu 2-3 gün ərzində hazırlanmış bir şey deyil. Sırf açıq məşğələ üçün hazırlanmış bir şey deyil. Yəni, uşaqların fəallığı, aktivliyi, uşaqların özünü ifadə etməsi, tərbiyəçi ilə aralarında olan bağ, özlərini istədiyi şəkildə ifadə etmələri mənim çox xoşuma gəldi. Qrup ümumi yaxşı vəziyyətdəydi və məktəbə də hazırdır. Sertifikat yaxşı fikir idi, həm motivasiya baxımından, həm ailələrə bu sertifikat gedəndə, ailələrdə olan, məsələn, özünü o ailələrin yerinə qoyanda, empati hissi quranda, məsələn, mənə çox xoş olardı ki, övladımdan mənim evə sertifikat gəlsin. Bu çox yaxşı fikir idi. Uşaqların geyimi də mənim çox xoşuma gəldi. Yəni, sırf hamısı məktəbə hazırlıq qrupuna uyğun olaraq geyinmişdi. Bu da diqqətimi çəkdi. Mənfi rəylərə keçib, mənfi rəylərə də açılıqda. Mənfi rəylərdən bunu deyə bilərəm ki, uşaqlar çox fəal idi, aktiv idi. Yəni, yenə deyirəm, altından xətt çəkərək bilinir ki, bu əzbərlədilmiş deyil, uşaqlar bilirdi. Amma uşaqlara tək-tək individual da suallar verilsə daha yaxşı olardı. 2 sual verildi. 2 dəfə hansı uşaqda gördüm, adını səhv salaram. 2 dəfə verildi, amma növbəti açıq dərslər üçün də bu xüsusən məktəbə hazırlıq qrupunda bu diqqət cəlb eləsin ki, məktəbə hazırlıq qrupunun uşağı ilə individual sual cavabımız olsun. Bəli, fərdi yanaşmamız olsun. Amma cəm şəkildə də olmağı normaldır, daim cəm şəkildə olmamaq şərtilə. İş vərəqlərinin növbəti məşğələlərdə rəngli formatda çıxarılmasını istəyirəm. Yəni, qara ağ yox, o bizim, əgər bizdədirsə problemdirsə eləyək, çıxarılmadadırsa çıxarılmalıdır, onu bilmirəm bu nədir. Vaxtı dəqiq bilmədim, neçə dəqiqə çəkildi vaxtımız. Sonra canlıdan girdim, baxdım ki, canlı 21 dəqiqədir. Məktəbə hazırlıq qrupu növbəti dəfə ən az 25 dəqiqə olsun. Amma hər şey ideal idi, əla idi. Yəni, bir çox qat-qat maddi cəhətdən bizdən yüksək olan bağçalar bu açıq məşğələni verə bilmir və illərdir demək olar ki, bizim bağçadan başqa heç bir, istər bu ətrafda, istər çox bağçalarda, mənəm deyən bağçalarda belə açıq məşğələni canlı şəkildə əvvəldən axıra paylaşan ikinci bağça yoxdur. Buna görə birinci özümüzü və tərbiyəçilərimizi alqışlayaq dəqiqətən. Mən bunu həm pedaqoq kimi, həm psixoloq kimi deyə bilərəm ki, hər bağçanın işi deyil ki, açıq məşğələsini özünüz bilirsiniz. Canlı şəkildə əvvəldən, ilk dəqiqəsindən axıra qədər açsın. Biri var, o video rolikləri bilirsiniz ki, düzəltmək çox asandır. Oradan çəkirsən, buradan çəkirsən, biz də bu sahənin adamlarıyıq, bilirik. Amma ilin hesabat xarakterli açıq məşğələsini tərbiyəçi tərəfindən canlı şəkildə illərin pedaqoqları var ki, bunu edə bilmir. Buna görə də sizə təşəkkür edirəm. Növbəti açıq məşğələlərdə də çalışacağım ki, hamınız mənə öncədən deyin, iştirak edeyim. Çox xoş oldu. Bu 20 neçə dəqiqə idisə, nə idisə bilmədim. Hardan gəldi, hara getdi. Həqiqətən istirahət elədim. Çox sağ olun. Uşaqlar, çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Gəldiniz, alqışlayaq. Aferin sizə. Bir də mən üçün ən özəl bilirsiniz nədir? Bax, burada uşaqlar var ki, Rüqəyyədir, yadımda adları qalan Nihatdır, Rauldur, Fidan, belə çoxu Hüseyindir, Elladır da səhv eləməlisən qızın adı. Hamısı bizdə böyüyüb. Biri var, məsələn, 3 aydır, 5 aydır tanıdığımız uşaqlar olsun. Çoxu 1-2 yaşından bizdədir. Mustafazadə Fidanın rəkilə pomnitsə. Bəli, Mustafazadə Fidanın bacısı 1 ya 2 yaşından bizdə oldu. İndi məktəbdə 1-də ya 2-də oxuyur. Nihatın bacısı Nilgül'ü biz böyütmüşük, məktəbə gedib. İndi onların da bacı qardaşının bizə gəlməyi və yaxud hətta bizdə uşaqların valideynlər var ki, ikinci uşağı istəməyənlər belə indi ikincini dünyaya gətirib bizə gəlməyi, bizə etibar eləmələridir. Yəni, həqiqətən
bu uşaqların bizim gözümüzün qabağında böyüməyi mənə bir qürur hissi verir. Bunun bütün başqa tərəflərini qoyuram kənara. Nə xoş bizə ki, belə bir Allah bizə lütf eləyib ki, hansısa uşaqların həyatında elə bir rol oynayırıq ki, onlar bizim gözümüzün qabağında böyüyürlər və iddia ilə də deyərik ki, onların ən gözəl anlarını analarının, atalarından çox biz görürük. Çünki ana-ata işləyir, evdədir. Nədir? Biz onların hər dəqiqəsini görürük. Və bugün bəzi uşaqların burada, xüsusən Azərbaycan dilli ailələrdən gəlmiş uşaqların özünü rus dilində bu qədər ifadə etmələrin həqiqətən mənə çox xoş oldu. Yəni, təşəkkür edirəm. Biz Çox sağ olun. Sizə çox sağ olun. Təşəkkür ederim.